Fatma, keçən dəfə Masallıdan bir xanım gəlirdi və bu danışıq olanda həm öyrənirsən, həm öyrədirsən. İnandırım sizi, hətta qəbula gələn insanlardan çox şey öyrənmişəm, Allah onları var eləsin və qəbuluma bir xanım gəlir Masallıdan və yadımızda da praktikanı biz eləmişdik, əl tutma. Bəli. Dedi, İradə xanım, siz onu, yəni bu sözü hamı eşidib, amma o xanım mənə əli ilə göstərdi. Dedi, bizdə nənəm ömür boyu deyərdi, sən gör bir iki eşeğin arpasını bölə bilirsən ki, mənə ağıl öyrədəsən. Bunu hər adam saxlaya bilmir. Ancaq müdrik adamlar saxlaya bilir. Aha. Deməli, siz o niyəni, o boşluğu tutacaqsınız, tapacaqsınız. Siz sadəcə deyirəm də, o praktikanı elədikcə siz o niyə o boşluğa düşmüsünüz və necə o boşluqdan çıxmaq lazımdır, özünüz o niyəni özünüz tez tapacaqsınız.